Sən də bil, sürtkü yağların rəngi onun təyinatından xəbər verir. Mavi rəngli yağlar yüksək su itələmə xüsusiyyətinə və korroziyadan qorunmaya malikdir. Bu isə gəmi qayırmada və açıq mexanizmlərdə həyatı vacibdir. Qırmızı rəngli yağlar adətən yüksək temperatur davamlılığını bildirir və ağır yüklənmiş avadanlıqların sürtünmə qovşaqlarında istifadə olunur. Yaşıl rəngli yağlar çox vaxt ekoloji cəhətdən təhlükəsiz, bioloji parçalanan tərkibə malik olur. Bu tip yağlardan kənd təsərrüfatında və meşə texnikasında geniş istifadə edilir və ən geniş yayılmış sarı və ya qəhvəyi rəngli yağlar. Bunlar litium və kompleks litiumlu əsaslı universal yağlardır. Sənaye və avtomobil istehsalında daha çox istifadə olunur. Bəs qara yağı görmüsünüz? Bəli, bu cürdə yağ olur. Çox vaxt tərkibində bərk yağlayıcılardan ibarətdir. Bu tip yağlar ekstremal yüklərdə işləyən mexanizmlər üçün nəzərdə tutulur.